Herkese bugün sizler için ERFO yarım final sualının iki üsulunun həllini verəcəyik. Vaxt itirmədən keçək suala. Qeyd olunur ki, A plus B plus C cəmi 12'dir. Verilmiş S cəminin minimum qiyməti tələb olunur. Bu sualı iki üsulla yanaşacağıq. Əslində hər iki üsul eyni məntiqləndir. Sadəcə cəbri olaraq həll verildikdən sonra bəzi həndəsi şərhlər mümkündür. Vaxt itirmədən başlayaq. İlk öncə bu ifadəyə Minkowski bərabərsizliyini tətbiq edəcəyik. Daha doğrusu Minkowski bərabərsizliyinin P2 qiyməti üçün xüsusi bir halı vardır. Həmin bərabərsizliyi tətbiq edəcəyik. Belə ki, P-nin 2 qiyməti üçün Minkowski bərabərsizliyinin xüsusi bir halı bu şəkildədir. Qeyd olunan dəyişənlər həqiqi ədədlərdə təyin olunur. A1'in kvadrat plus B1'in kvadratı üzərinə A2'nin kvadratı plus B2'nin kvadratı üzerine nöqtə nöqtə AE'nin kvadratı plus BE'nin kvadratı böyük bərabərdir. Kök altında A1 plus A2 nöqtə nöqtə AN, yəni bu kökü silək, kvadratı B1 nöqtə nöqtə BE'nin kvadratı kök altında. Ve bərabərlik halı da AK bərabərdir lambda vurulsun BK şəklindədir. Burada K birdən N'ə kimi, yəni belə deyək də, bərabərlik halı AK'nın BK'ya nisbətinin sabit olduğu qiymətdə mümkündür və bir-birinə bərabər olduğu qiymətdə mümkündür. Verilmiş bərabərsizlik demək gördük və bu ifadəni bu şəkildə yazmalıyıq. Yəni bunları tam kvadratlar formatında veya kvadratlar formatına göstermeliyik. Birinci ifadəni A kvar minus 2A plus 1 plus 3 kimi yazsaq, A minus 1'in kvadratı plus kök 3'ün kvadratı olacaq. Digər ifadə isə B minus 2'nin kvadratı üzərinə 4 olduğu üçün, yəni B kvar minus 4B plus 4 B minus 2'nin kvadratı olduğu üçün orada 12 qalır. 12 de 2 kök 3'ün kvadratıdır. Diğer tərəfdən bu ifadə isə C minus 3'ün kvadratı plus 9 olduğu üçün 27 qalacaq. 36'dan 9'a. 27'de 3 kök 3'ün kvadratı olacaq. Bu ifadə böyük bərabər olacaqdır. A minus 1, B minus 2, C minus 3 kvadratı plus kök 3, yəni bunları silək. Sonda yazarıq. Plus 2 kök 3 plus 3 kök 3 kvadratı kök altında. Bu sağ tərəfdəki ifadənin qiymətinə baxaq. A plus B plus C cəmi 12 verilib. 12'den 6 çıxanda 6 qalır. 6'nın kvadratı plus. Burada isə kök 3 2 kök 3 eləyəcək. 3 kök 3 üzərinə 3 kök 3 eləyəcək 6 kök 3'ün kvadratı. Bu ifadənin qiymətinə baxsaq 36 plus 108 olacaq. O da 144 olacaq və oradan da 12 çıxacaqdır. Və verilmiş ifadənin minimum qiyməti 12 olacaqdır. Daha sonra fikir verin, bu son hissədə bərabərlik hallarını nəzərdən keçirsək, S'in 12'ye bərabər olduğu qiymət və son hissədə bərabərlik 6 kök 3'dür və digərisi 12'dir. Görsənir ki, bu düzbucaqlı üçbucaqdan ortaya çıxan bir nəticədir. Bərabərlik halları ilə biz bu ifadəni hesablasaq, A1'in kök 3'ə nisbəti bərabər olmalıdır. B minus 2'nin 2 kök 3'ə nisbəti, o da C minus 3'ün 3 kök 3'ə nisbətinə bərabər olmalıdır. O zaman biz buradan birinci olarak təbii ki biz burada verilmiş ifadələri biz həndəsi formada göstəririksə verilmiş ifadələri A-nı 1'dən böyük, B-ni 2'dən böyük, C-ni 3'dən böyük formatına göstərib. Birinci olarak bu şəkildə yanaşa bilərik. Belə ki düzbucaqlı üçbucaq çəksək A minus 1 kök 3 digər uyğun olaraq
B minus 2, 2 kök 3. Digəri isə uyğun olaraq C minus 3, 3 kök 3. Bunların nisbətləri bir-birinə bərabər olmalıdır. Bu Minkowski bərabərsinin bərabərlik halı ilə müşahidə olunur. Yəni bunların uyğun olaraq bucaqları eynidir. Buradakı alfa bucaqlar hər ikisi üçün, daha doğrusu hər üçü üçün eynidir. Həmçinin perpendikulyardır bir-birinə. O zaman bu ifadələr paraleldir. Buradan sonra isə əlbəttə ki, eyni qayda ilə ifadənin qiymətini tapa bilərik. Yəni bu A, B, C, D nöqtələri kollineardır. Yəni bir düz xətt üzərində yerləşir. Oradan sonra isə eyni üsulla yaza bilərik. Sadəcə biz bu üsulla yanaşmayacağıq. Bizim əsas məqsədimiz birbaşa olaraq ifadəyə həndəsi şərhi tətbiq eləmək olacaq. Fikir versəz, birinci ifadəmizdə A kvadratı minus 2A plus 4'dür. Kök altında. Gəlin buna B1 deyək. Və kvadrata yüksəltdiyimiz təqdirdə B1'in kvadratı A kvadrat 2A plus 4 olacaq. Digər tərəfdən digərlər üçün də yazsaq, B2'nin kvadratı bərabərdir. Yəni digər ifadə üçün də yazsaq, B kvadratı çıx 4B plus 16 olacaq. Digərində B3'ün kvadratı bərabərdir. C kvadratı çıx 6C plus 36. Fikir versək, A kvadrat minus 2A plus 4 ifadəsi A2 və ortadakı bucağı, yəni onlar arasındakı qalan bucağı 60 dərəcə olan bir 3 bucaq üçün doğrudur və burada B1 olacaqdır əlbəttə ki. Digərləri də uyğun olaraq olacaqdır. B 60 dərəcə və 4 olanda mümkün olacaqdır. Bura B2. Digər tərəfdən isə C burada olacaq 6 və buradakı hissə isə olacaqdır nə? 60 dərəcə. Daha sonra isə bizə B1, B2, B3 zəminin minimum qiyməti lazımdır. Təbii ki, bunların bir düz xətt üzərində yerləşməsi vacibdir. Əgər bunları bir düz xətt üzərində yerləşdirsək, 60 dərəcələr əsasən bunlar paralel olacaq və bu ifadələr, yəni bu şəkillər bu şəkildə olacaq. 60 dərəcə A2, B1, digəri isə uyğun olaraq bu şəkildə olacaqdır ki, bura olacaq B, bura olacaq 4 və bura 60 dərəcə, bura B2. Yəni bu minimum qiyməti üçün bu şəkildə yerləşməlidir. C6 və bura B3'dür və burada 60 dərəcədir. Daha sonra isə paralellik əsasında biz bu hissələri uzadıb verilmiş ifadənin qiymətini tapa bilərik, minimum qiymətini tapa bilərik. Təbii ki, bu verilmiş formatlar cəbri həlləri veriləndən sonra yazmaq mümkündür. Yəni birbaşa olaraq həndəsi şərhi vermək biraz doğru olmayan ifadədir. 4 bura, 2 də bura. Y3'ün bura 12 dərəcə 12'dir. A plus B plus C də 12'dir və paralellik əsasında burada 60 dərəcədir. Təpəsi 60 dərəcə olan bərabər yanlı üçbucaq bərabər tərəflidir və bu şəkildə bu ifadənin də ən kiçik qiyməti 12 olacaqdır. Bu qədər.